Biz Naim 3 komandası Robot Challenge yarışması üzrə Line Follower kateqoriyasında iştirak edirik. Mən Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb liseyin 8-ci sinif şagirdi Yusufzadə Cəsur Yusufov. Mən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb liseyin 6-cı sinif şagirdi Abdulazadə Dəniz Salih qızı. Mən həmin məktəb liseyin 6-cı sinif şagirdi Samuzədə və Namizədoğlu. Hazırladığımız robot xüsusi çəkilmiş xəttli sensorlar vasitəsilə izləyərək avtonom şəkildə hərəkət edir. Robotumuzun əsas məqsədi xətti, sürəti və dəqiq şəkildə izləməkdir. Yüngül və kompakt dizayn seçilmişdir ki, bu da robotun daha sürətli və tez işləməsinə imkan yaradır. Robotun idarəetmə mərkəzi kimi Arduino Nano, xətt izləmək üçün QTH8R8-li infrared sensor modulundan, hərəkət üçün 2 ədəd 6 volt 500 RPM metal dişli DC mühərrikdən, mühərrik idarə etməsi üçün L298N motor sürücüsündən, sürəti təmizləmək üçün potansiometr, enerji mənbəyi kimi isə lipo batareyadan istifadə eləmişik. Robotumuzun rezin təkərlər səthlə yaxşı təmas yaradaraq sürüşündən qarşısını alır və döngələrdə stabilliyi artırır. Yüngül konstruksiya robotun daha sürətli hərəkət etməsinə kömək edir. Sensor sisteminin dəqiqliyi sayəsində robot xətti itirmədən hərəkət edə bilir. Hazırladığımız model yüksək sürət, çeviklik və stabil idarə etmə xüsusiyyətləri ilə yarışlar üçün uyğun hesab olunur.